Leksimizni davamlaştırmaz. Hürmetlik vatandaş bugün Çistağa 2021 yıl 10. ayının 7. günü vatandaşım. Endilikte ikinci haberimiz yakillik siyemiz bundaq. Amerika-Congo münasebeti yeniden başlandı mı? 6 saat elib verilgan məxfi söhbət. Suyuruq şəhri. Suyuruq söhbəti Amerika-Congo münasebeti yeniden başlandı mı? Mavzuda xəbər 10. ayının 7. günü Amerika avazının Xitay til programı ilan qılındı. Xəbər bundaq başlandı vətəndaş. Washington ataqlıq mütəxəssis Congo məsələsi boyunca mütəxəssis Germaniya Marshall Fondu Cəmiyyətinin Asiya bölümünün müdiri Bonnen Gleiser Amerika avazığı mundaq görsətdi. Qarmaq Beijing bilən Washington Prezident Joe Biden bilen Xi Jinping uçuruşqa şərait hazırlavatıdır. Jack Sullivan bilen yangeçi söhbətə yəni Bexatarlik Komitetinin məsləhətçisi Jack Sullivan bilen yangeçi söhbətə Amerika-Congo strateji rəqabeti kəskinləşkən Tayvan boğazı vəziyyəti ciddiləşkən bir payt ötküzüldü. Gleiser mundaq görsətdi. Bu qatımqı söhbət Congo-Amerika münasibətinin qaytadan başlanışı və muzның erişi deb qaramayman. O mundaq görsətdi. Congo-Amerika ilə həmkarlaşıq maqul bolamdı yox. Və aldınqı şərtlərini taşlab qoyuşqı maqul bolamdı yox. Bu doğruda bir nima deyishga təxəbat baldırlıq qılıdı. Amerikanın Mavun Dövlət İşlər katibi Sherman 7. ayda Congonu ziyaret qılğanda 2 parça katalog və 3 parça təqlik, yəni asası siyasetini, Amerikanın asası siyasetini tapşırğan idi. Prezident Joe Biden hükümetinin bir nəfər yuqori dərəcəlik əməldarı qısqaca xəbərdə mundaq görsətdi. Suyuruq söhbəti iki tərəf münasibətində muz irgəllikdə qaralmaslığı gerek. O yəni mundaq görsətdi. Yetməkçi bolğan məqsəd Amerika ilə Congo oturusunda bulğan muqim halət. Biz kəskin rəqabətləşimiz. Bəlkə rəqabətni məsuliyyətçən bir şəkildə tizginləyimiz. Sabıq Mavun prezident Çini işxanasıda dövlət bexatarlik işləri boyunca məsləhətçi bolğan Auron Fredberg mundaq görsətdi. Dövlət bexatarligi məsləhətçisi Jack Sullivan bilən yangeçinin suyuruq söhbəti keyfiyyat yaxşı bolsunmu, biroq Amerika-Congo münasibətinin ümumi nişanını özgərtəlməydi. Tədqiqatçı Sun Yun mundaq dedi. Congo tərəf dövlət başçıları uçuruşuğa izcil qoşulmay geldi. Yəni Prezident Joe Biden bilən Reis Xi Jinping'in uçuruşuğa izcil qoşulmay geldi. Əgər bu cəhətdə bir ilgirləş boladığan bolsa, bu aktiv bir alamətdir deyə görsətdi. Aksaray mundaq görsətdi. Dövlət Bexatarlik Komiteti məsləhətçisi Jack Sullivan bilən yangeçinin suyuruq şəhəri söhbəti iki dövlət başlıqlarının 9. ayda ötküzülgən telefon söhbətinin davamı. İki dövlət rəhbərləri şu qatım qatılıb bu söhbətini eçib etilgən alaqa münasibətini saqlab. İki dövlət oturusundakı rəqabətni məsuliyyətçən tizginləşdən mühimliğini mühakimə qılğan. Aksaray mundaq görsətdi. Dövlət bexatarligi məsləhətçisi Jack Sullivan yangeçi bilən görüşkəndən keyin Brüssel Parijə yetib kelib NATO və Avropa İttifaqı əməldarlarına yangeçi bilən ötkəzgən söhbətinin əhvalını tanışdırdı. Gördünüzmü? Dünyavi məsələ. Congo-Amerika söhbəti bu qatım dünyavi məsələ. Jack Sullivan Avropağa verib, Avropa İttifaqı, NATO, Paris və Brüssel. Avropa İttifaqı rəhbərlərinə
bu qatamqı söhbətini tanıştırdı. Ben sizge bir sual koyayım. Bugün muhakemeye vaktimiz yetmeye kaldı. Keçiren vatandaş bir sual. Keyinki növbətdə oxşaş muhakeme qılımız. Amerika-Cungo münasibeti yaxşılansa Uygurlarga faydalık mı veya ki Amerika-Cungo münasibeti şirikləşsə Uygurlarga faydalık mı? Keler qatam Allah xalısa biz muşu doğruda muhakeme qılımız, hürmetlik vatandaşım. Andan başta eytipti bir cümle sözgü dikkat qılın. Devlet alqıgan Xrislağı ortaqda qabıl turuş. Devlet alqıgan Xrislağı hazırkı dünyada neme oturuş, hiç qanday iş yok. Afganistan tinçikti, hesapta tinçikti, o Afganistan işimi tügüdü. Hazır devlet alqıgan Xrislağı neme? Vatandaşlar oylap görün. Muşu teminiye karşı tilgelen muşu sözünü bu katım muhakeme gelip görümüz vatandaşlarım. Allah halısa. Hoş vaxt bulunlar vatandaşlar.